Mərhum Şeyx Abbas Qumi bir gözəl əhvalat nəql eləyir. Ağa buyurur ki, İmam Sadiq əleyhissalamın bir qulamı var idi, bir nökəri var idi. İmamlar heç biri özünə qulam, nökər götürməyiblər. Sadəcə imamlar elə bir varlıq idilər ki, elə sevilirdilər ki, özünü dərk eləyən, mənəviyyatının qayğısına qalan, onlara xidmət eləməyə can atırdılar. Özlərinə şərafət bilirdilər ki, Peyğəmbərin nökəri olum, qulamı olum, Həzrət Əlinin qulamı olum, İmam Cəfər Sadiqin qulamı olum. Deyir, İmam Sadiq əleyhissalamın da çox xahişlə, təkidlə istədiyi bir qulamı var idi ki, İmam Sadiq əleyhissalam onu yanına çəkir. İmam Sadiqə xidmət göstərir. Məsələn, atının ipini tutur, dəvəsinin ipini tutur. Deyir, imamın yanında qalır, imamın evində qalır. Xidmət göstərir İmam Sadiq əleyhissalam. İmam Sadiq əleyhissalamın görüşünə Xorasandan imkanlı şəxslər gəlir, möminlər gəlir. Çox imkanlı insanlar olur. Gəlirlər, bu qulam bu həmən imkanlı şəxsləri qarşılayır. Biraz ondan söhbət eləyəndə bilirlər ki, bu İmam Sadiqin qulamıdır. Bu imkanlı sərvətlilərdən biri deyir ki, olar səndən bir şey istəyim? Deyir, bəli, buyur. Deyir, mən Xorasandan gəlmişəm, çox imkanlıyam. Bağım var, nə bilim evim var, imkanım var. İstəyirsənsə bu evimi, bu bağımı, bu imkanımı hamısını sənə verim. Sən isə bu etdiyin xidməti, bu qulamlığı, bu nökərliyi ver mənə. Dəyişək, bundan əvəz eləyək. Deyir, bu qulam biraz fikrə gedir. Deyir ki, yaxşı, razıyam. Çox yaxşı təklif elədin. Mən bütün bu xidmətimi sənə verim. Sən də o evi, o bağı, o imkanı ver mənə. Amma gözdə bir dənə gedim ağamın yanına, İmam Cəfər Sadiqin yanına, ondan icazə alım, gəlim. Deyir, bu qulam gəlir İmam Sadiq əleyhissalamın yanına. Deyir ki, ağa, əgər bir nəfər mənə xeyir vermək istəsə, yaxşılıq etmək istəsə, onun qarşısını alarsınız. Həzrət İmam Sadiq əleyhissalam buyurur ki, bizim işimiz yaxşılıq və ehsandır. Əsla. Biz yaxşılığın, ehsanın qarşısını almarıq. Deyir, o qulam qayıtdı, dedi ki, Yəbnə Rəsulullah, mən istəyirəm gedəm. İmam Sadiq əleyhissalam buyurur ki, hara getmək istəyirsən? Dedi, ağa, o Xorasandan gələn sərvətli bir tacir mənə dedi ki, evimi, mülkümü, bütün sərvətimi sənə verirəm, sən o qulamlıqdan, nökərlikdən əl götür, məndən dəyiş. Mən İmam Sadiqin qulamı nökəri olum. İmam Sadiq əleyhissalam buyurdu ki, ixtiyar sənindir, özün bilərsən. Heç bir problemi, işğalı yoxdur, rahat ol. Deyir, bu qulam gedəndə İmam Sadiq əleyhissalam buyurdu ki, onun dalıca. Səsləyərək Həzrət İmam Sadiq əleyhissalam buyurdu ki, yaxınlaş bir şey deyim, sonra get. Bir qulam dedi ki, canım sənə fəda, buyur. İmam Sadiq əleyhissalam buyurdu ki, qiyamət günü Peyğəmbər bir nur ilə daxil olar məhşər səhnəsinə. Deyir, o nurun kənarında Həzrət Əli olar. Və Həzrət Əlinin kənarında, o nurun kənarında biz olarıq, biz Əhl-i Beyt olarıq. Və biz Əhl-i Beytin nurunun kənarında da bizi sevənlər, bizim şiyələr olar. Deyir, ondan sonra buyurdu ki, və dünyada bizə kim daha çox yaxın idisə, bizi daha çox sevirdisə, o nurun yanında kənar tapacaq, qərar tapacaq. Deyir, ondan sonra İmam Sadiq əleyhissalam buyurdu ki, indi get. Deyir, o qulam dayandı, o nökər dayandı. Dedi ki, ağa, bu sözdən sonra mən sizi qoyub necə gedim? Deyir, o qulam gəldi, o sərvətli tacirin yanına, Xorasandan gələnin yanına. Dedi ki, mən çox peşman oldum. Mən ağamı tərk etməyəcəm. Ölənə qədər mən ona xidmət eləyəcəm. Mən ona nökərçilik eləyəcəm. Mən onun yanında qalacam, mən onun evində qalacam. Ki, qiyamət günündə, çünki ağam özü buyurdu ki, qiyamət günündə hər bir insan öz sevdiyi ilə məhşur olacaq. Mən istəyirəm ki, qiyamət günündə İmam Cəfər Sadiqin yanında
qərar tapım, onunla məşhur olum.